Hər vaxtınız xeyir olsun, əziz həmvətənlər. Mən Fuad Zeynalov. Bugün X-Nera reklam xidməti haqqında və reklam xidmətinin qazanc planı haqqında sizlərə məlumat verəcəm. Xahiş edirəm hər bir kəs, həyatını dəyişmək istəyən hər bir kəs, maddi resurslara sahib olmaq istəyən hər bir kəs, əlavə gəlirlər qazanmaq istəyən hər bir kəs bu videonu sona qədər dinləsin, izləsin, dinləsin və maraqlı olarsa bu videonu sizə verən şəxslərlə saxlayırsınız, o bütün detalları sizin üçün açıqlayar. X-Nera reklam xidməti başlanğıc mövqeyindədir. Bu nə deməkdir? X-Nera reklam xidmətinin açılışı oktyabr ayında olacaq, rəsmi açılışı. Amma indi hələlik başlanğıc mövqedədir. Yəni bu o deməkdir ki, hələlik X-Nera öz reklam kampaniyasını başlamaq üçün müştəri toplaması ilə məşğuldur. Yəni sadə dildə desək. Bu da hər bir kəsə çox sərfəlidir ki, artıq biz başlanğıc mövqedə olaraq artıq öz müştəri ordumuzu yaradırıq, pullarımızı qazanırıq. Servisə, xidmətə start veriləndə isə biz artıq daha böyük imkanlara sahib olub, daha böyük gəlirləri əldə edəcəyik. X-Nera xidmətinin rəhbəri Marina Serkosova Rusiya vətəndaşıdır. Çox gözəl bir mexanizm fikirləşmişdir və bu mexanizm insanlara təqdim olunmuşdur ki, və bugün artıq insanlar istifadə edərək gəlib burada qazanc planının yararlanırlar, bəhrələnirlər. X-Nera reklam xidməti müasir rəqəmsal bir xidmətdir. Yəni, bilirsiniz ki, reklam kampaniyalar haqqında az-çox məlumatınız var. Küçələrdə, afişalarda reklamlar olur, televizor kanallarında reklamlar olur və s. Amma X-Nera'nın təqdim etdiyi reklam xidməti daha mükəmməldir ki, burada artıq əməkdaş həm reklam verə bilir, həm reklamın verilməsinə dəstək olur, həm də reklamdan gələn gəlirlərə şərik olur. Yəni, qarşılıqlı olaraq burada həm xidmətə, həm də insanlara xidmət edir. İndi düzdür, yəni bunu iki kəlmə ilə bu aydın olmayacaq. Yəni burada incəliklər çoxdur. Yəni bu videonu izləyəndən sonra, yəni daha maraqlı olmaq üçün sizə, yəni sizə şəxsi söhbətlər əsasında artıq bunlar hər şey sizə açıqlanacaq. Bu necə baş verir? Necə baş verir? Yəni ki, baxın, bugün ancaq tutaq ki, reklamçıq şirkətlər var, reklam şirkətləri var. Burada onlar reklam verirlər, ancaq bundan qazanırlar. Düzdürmü? Burada artıq reklam verən qazanmır. Reklam verən sadəcə öz işini mi, məhsulunu mu reklam verib müştəri toplamaq istəyir. Amma X-Nera'nın təqdim etdiyi reklam xidməti həm müştərini, həm də eyni zamanda xidmətin özünə xeyirlidir. Qarşılıqlı surətdə bu iki tərəf hərəkət edərək pul qazanırlar, bir-birinə dəstək olaraq. İndi gəlin X-Nera'nın qazanc planına nəzər yetirək. Çox sadə, amma çox möhtəşəm bir qazanc planı var ki, qısa zaman ərzində burada böyük pullara sahib olmaq mümkündür. Bu slaytda siz slayt görünürsünüz və iki masa var. Birinci masa sol tərəfdə, ikinci masa sağ tərəfdə. Birinci masada kubiklərin üstündə 5 yazılıb, ikinci masada 10.
Yəni birinci masanın qiyməti 5 dollardır, ikinci masanın qiyməti 10 dollar. Və bizə belə bir iş təklif olunur, araşdırırıq, arayırıq, xoşumuza gəlirsə qərar veririk və başlayırıq fəaliyyətə. Deyək ki, mən gəlmişəm, məni dəvət almışam, məni dəvət ediblər X-Nera reklam xidmətinə, izahatını veriblər, xoşuma gəlib. Və qərar vermişəm ki, bəli, mən burada bir iş qurmaq istəyirəm, pul qazanmaq istəyirəm. Və gəlirəm qeydiyyatdan keçirəm, 5 dollarımı ödəyirəm, onu da deyim ki, burada giriş, yəni xidmətlə əməkdaşlıq 5 dollardır. Bircə dəfə ömrümüzdə 5 dollar xidmətə pul ödəyirik, sistemə düşürük və bunun müqabilində 500 rəqəm üzr istəyirəm, baxış sayı alırıq. Baxış sayı nədir? Bu yenə siz reklam kampaniyasına aid olan bir mexanizmdir. Gələcəkdə bu işlə yaxın tanış olanda biləcəksiniz ki, bu baxış sayı sizə niyə lazımdır. Siz bu baxış sayını əldə edirsiniz, artıq bu sizin kabinetinizdə görünür. Bundan sonra sizin işiniz nədir? Bu reklam xidməti haqqında, X-Nera haqqında insanlara məlumat vermək ki, belə bir xidmət var, insanlar üçün çox gözəl imkanlar yaradıb, fürsətlər yaradıb, gəlin bundan siz də yararlanın. Bura iş adamları gələ bilər, istənilən bir şəxs gələ bilər. Çünki burada hər bir kəsin marağı var. Bugün yəni iş adamları reklamlar verirlər. Küllü miqdarda reklamlara pul xərcləyirlər. Amma bunun nəticəsi hələ bəlli deyil. Bax, artıq həmin iş adamları gəlib X-Nera'nın reklam xidmətlərindən istifadə etsələr, ondan qat-qat xeyir mənfəət əldə edə bilirlər. Yəni, bu detallar haqqında artıq sizlə şəxsi söhbət olunduğunda izah veriləcək. Mən ətrafıma məlumat verirəm, insanları dəvət edirəm, çünki bu qazanc planı bunu bizə tələb edir. Yəni, qazanc planının şərti belədir. 2 nəfər insan dəvət etdim. Minimum 2 nəfər, maksimum nə qədər istəsəz dəvət edə bilərsiniz. Deyək ki, sol tərəfdə bir nəfər gəldi, sağ tərəfdə bir nəfər gəldi. Hər biri 5 dollar ödədi. Baxın, mən də 5 dollar ödəmişəm. Onların da hər biri 5 dollar ödəyib. Bu zaman nə baş verir? Avtomatik olaraq həmin 3 dənə 5 dollar digər əməkdaşlara ödənilir. Onların deyək cibinə gedir. Ümumiyyətlə, burada qazanc planı nəyə hesablanıb? Qazanc planı insanların bir-birinə marağına söykənib. Yəni, burada əməkdaş olan, servisdə əməkdaşlıq edən hər bir şəxs buranın bir sakininə çevrilərək bir-birinin qazanmasına maraqlı olurlar. Yəni, mən bugün bu Qazaxıstan vətəndaşına kömək eləyirəm, Rus vətəndaşı mənə kömək eləyir, Gürcü vətəndaşı filan kəsə kömək eləyir. Yəni, qarşılıqlı şəkildə qlobal olaraq bir-birimizə dəstək oluruq. Davam edirəm. Və 2 nəfər dəvət etmişəm. Təbii ki, onlara da bunu izah etmişəm. İşin gedişatını onlar da hər birisi 2 nəfər dəvət edirlər. Və o gələn növbəti 4 nəfər ki gəlir, yəni hər birinin 2 nəfəri, onlar da hər biri 5 ödəniş edəndə, onlar da özünün baxış sayını alırlar. Mən isə 20 dollar pul qazanıram. 20 dollar pul qazanıram. Amma bu 20 dolları necə paylanır? Ona baxaq. Çünki bu elə bir alqoritmdir ki, burada pulların bərabər şəkildə bölünməsi gedir. Baxaq aşağı sıraya, aşağı dörtlüyə. Bax, bizim qazancımız aşağı dörtlüydən gəlir. Elə ki, aşağı dörtlüydən birinci şəxs gəldi, qeydiyyata düşdü, ödəniş etdi. Dərhal onun ödənişi mənim balansıma keçir. 5 dollar qoymuşum, 5 dollarımı aldım. İkinci şəxs gəlir. Onun da o da ödəniş edir. O ödəniş gözləmə mövqeyində qalır. Elə ki, üçüncü şəxs də ödəndi. Dərhal 2 dənə 5, 10 dollar düzəlir. Avtomatik mənə ikinci masada yer açılır. Yəni, ikinci masa mənim üçün açılır.
Elə ki, 4-cü şəxs gəldi, onun da ödənişi mənim cibimə gəlir. Nəticədə birinci masaya 5 dollar qoymuşdum, 10 dollar qazandım. İndi gəlin bu 10 dollarla mən ikinci masaya keçməyimin bir də açıqlayayım sizin üçün. Elə bil ki, mənə deyirlər ki, Fuad, pul qazanmaq üçün 5 manat pul qoyursan, filan işləri görürsən, 20 dollar pul qazanırsan. Okey, mən razılaşıram və edirəm 20 dollarımı qazanıram. Və indi deyirəm ki, mən daha çox qazanmaq istəyirəm. Onda deyirlər ki, bax, qazandığın 20 dolların 10 dollarını qoy, yenə həmin şərtləri yerinə yetir, indi artıq çox qazan. Mən də onu edirəm. Baxın, həmin prosesdir ki, artıq onu alqoritm bizim əvəzimizə edir. İndi mən ikinci masadayam və mənim birinci masada olan komandam, mənim kimi onlar da öz 10 dollarını qazanaraq avtomatik keçirlər mənim yanıma və burada məndə ikinci masa formalaşır. İkinci masa necə formalaşır? Əvvəl 2 nəfər gəlir. Bu pullar mənim ödənişimlə olan üst dənə 10 dollar başqa insanlara gedir və aşağı sıra formalaşanda mənə qazanc gəlir. Yəni, burada da birinci şəxs gələndə 10 dollar ödənişlə gəlir və 10 dollar ödəniş edən kimi avtomatik sistem mənim aktivliyimi nəzərə alaraq mənə 2 dənə əlavə birinci masama 2 nəfər verir. Bu da mənim komandamın inkişafına dəstək olur. İkinci şəxs gəldi, 10 dollar ödədi. O da mənim balansıma keçir, cibimə gəlir. Üçüncü şəxsin ödədiyi 10 dollar komanda olaraq komanda pulu kimi paylanır. Bunu da izah olunacaq. Dördüncü şəxsin də ödədiyi 10 dollar mənim birbaşa balansıma gəlir. Deməli, bu masada da mən qazancım olur 20 dollar. 10 dollar qoymuşdum. 20 dollar buradan xalis pul qazandım. Ümumi nəticədə isə mən 11-ci masada 20, ikinci masada 30 dollar pul qazandım. Və mən inkişaf davam edirəm. Mən dəfələrlə bu 30 dolları qazana bilərəm. Bu necə olacaq? Artıq buna sizi bura dəvət edən şəxs buna sizə detallar açısında məlumat verəcək ki, necə siz burada dəfələrlə 30 dollar pul qazana biləcəksiniz. Bax, bu Xnera reklam xidmətinin qazanc planının qısa şəkildə açıqlamasıdır. Geniş şəkildə bütün incəlikləri, bütün detalları, suallara cavab almaq üçün, detalların açıqlanması üçün isə sizi bu videoyu sizə verən şəxslə əlaqə saxlayırsınız. O sizə bütün suallarınıza cavab verəcək. Diqqətinizə görə minnətdaram.